Bismillahirrahmanirrahim. Biz insanlara öz həvəs və istəyimizlə fətva versək, həlak olanlardan olarıq. Biz bunu Allah Rəsulunun sözünə əsasən və bizdə olan elmin əsasları ilə eləyirik. O elm bizdə irs olaraq böyükdən kiçiyə keçir. Onlar qızıl və gümüşlərini topladıqları kimi, biz də elmimizi toplayırıq. Allahın salamı ona və Rəsulunun sözüdür. Mənim sözüm atamın sözüdür. Atamın sözü babamın sözüdür. Babamın da sözü Hüseynin sözüdür. Hüseynin də sözü Həsənin sözüdür. Həsənin də sözü möminlərin əmirinin sözüdür. Möminlərin əmirinin sözü də Allah Rəsulunun sözüdür. Allah Rəsulunun sözü də Allah Taala'nın kəlamıdır.